halda titulun özünün dəyəri qalmazdı. Bu sistemdə Opşak əsas sütun idi. Opşak təkcə pul değildi, bu həm də intizam aləti idi. Kim Opşaka hörmət edirdisə, onun sistemi onu qoruyurdu. Kim Opşakdan kənar hərəkət edirdisə, sistem onu tədricən kənara itələyirdi. Burada emosiyaya yer yox idi. Hər şey balans üzərində qurulmuşdu. Bu mexanizmələri yaxşı anlayan adamlardan biri Dəd Hasan idi. O açıq görünməyi sevmirdi. Sakit qalırdı, amma hər yerdən xəbəri olurdu. Onun gücü birbaşa zorakılıqdan yox, razılaşdırma qabiliyyətindən gəlirdi. Müxtəlif bölgələrdəki qruplar arasında tarazlıq saxlayırdı. Ona görə də uzun müddət sistemin içində mərkəz kimi qəbul edildi. Eyni dövrdə Rövşən Caniyev də sistem daxilində mövqeyini gücləndirirdi. Onun üstünlüyü təkcə fiziki güclə deyil. O mübahisələrdə sakit qalmağı, vaxtında danışmağı bacarırdı. Bəzən heç danışmırdı. Bu da sistemdə ciddi qəbul olunurdu. Rövşənin adı münaqişələrin yumuşadılması ilə yanaşı çəkilirdi. Bu da onun etibarını artırırdı. Rövşənin var olması prosesi də tədricən baş verdi. O bir gündə bu mövqeyə gəlmədi. Müxtəlif bölgələrdə onun adı çəkildi, davranışı müşahidə olundu. Nəhayət sistem daxilində qəbul gördü. Bu onun hamıya hökm edən adam olması demək deyildi. Sadəcə sistemin bir hissəsi kimi tanınması idi. Lotugulu isə fərqli dinamika ilə irəlilədi. O klassik war yolundan daha çox yeni dövrün imkanlarını dəyərləndirirdi. Regional nəzarət, maliyyə axınları, əlaqələr, bunlar onun əsas alətləri idi. Lotugulu üçün sistem dəyişməli idi ki, ayaqda qalsın. Bu yanaşma onu sürətlə önə çıxardı, amma eyni zamanda onu klassik düşünənlərlə məsafəli etdi. Bu mərhələdə açıq qarşıdurma yox idi. Daha çox paralel güclənmə vardı. Hər kəs öz mövqeyini möhkəmləndirirdi. Sistem isə bunu müəyyən müddət idarə edə bildi. Bu dövrün başqa bir mühüm fiquru Japonçik, Vyacheslav Ivankov idi. Japonçik Rus mafiyasının beynəlxalq ölçüdə tanınan simalarından biri oldu. Onun fərqi ondadır ki, o sistemi yalnız post-sovet məkanında yox, ABŞ-da da qurmağa çalışdı. Japonçik Amerikaya gedəndə Rus mafiyası üçün yeni mərhələ başladı. Burada qaydalar fərqli idi, amma o uyğunlaşmağı bacardı. New Yorkda Rus dilli kriminal şəbəkələrin formalaşmasında adı çəkildi. O nə tam klassik war idi, nə də sırf yeni dövr adamı. Arada qalan bir fiqur idi. Japonçikin sistemi anlama tərzi belə idi. Arada boşluq varsa, orada struktur qurmaq, onun fəaliyyəti göstərdi ki, Rus mafiyası